Salam, hər vaxtınız xeyir olsun. Ne üçün qazlı su bu qədər xeyirlidir? Suyun qazlı olması için ona karbon qazı vurulur. Su karbon qazının hesabına turşdadır. Məhz bu qazlı suyu içdikdə həzm prosesi yaxşı gedir. Bu ne için baş verir? Hamısı bor effektindəndir. Hüceyrə və toxumalarda oksigenin yaxşı mənimsənilməsi üçün karbon qazı lazımdır. Karbon qazı hüceyrə və toxumaların dərin qatlarında oksigenin yol açmasına kömək edir. Eyni zamanda karbon qazının xərçəng əleyhinə, güclü xərçəng əleyhinə təsiri də vardır. Karbon qazı xərçəng hüceyrələrin özü-özünə məhvinə səbəb olur. Ona elmdə apoptoz deyilir. Normal hüceyrələrin xərçəng hüceyrələrində çevrilməsinə kömək edən genləri karbon qazı bloklayır. Bu genlər gipoksiya ilə birbaşa əlaqəlidir. Karbon qazının səviyyəsi aşağı düşdükdə gipoksiya əlamətləri çoxalır ki, bu da çox zərərlidir. Gipoksiyaya səbəb olan digər oksigen çaşılmazlığı da var. Eyni zamanda karbon qazı da bu proseslə əlaqəlidir. Karbon qazının eyni zamanda güclü iltihab əleyhinə təsiri də vardır. Ola bilsin ki, məhz bu səbəbdən qazlı su içdikdə biz özümüzü yaxşı hiss edirik. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.